Hansı cümlə təsirli hallı isimlə başlayır? Deməli, əsas şərtimiz nədir? Təsirli hal olmalıdır, bir də isim olmalıdır. Yəni, ilk söz isim olmalıdır. A bəndindən başlayırıq. Gəncləri bir yerə yığmaq elə də çətin olmadı. Burada gənc sözü sifətdir, ona görə şərtimizə uyğun deyil. Üçüncüləri qalibiyyət münasibəti ilə təbrik edirik. Burada da saydır. Uşaqları çox ağıllı və savadlı idilər. Uşaq isimdir, amma buradakı ı-ya fikir versək, bu mənsubiyyət şəkilçisidir. Yəni, onun uşaqları və yaxud da ki, onların uşaqları deyə bilirik. Tarixi hadisələr, hansı hadisələr? Buradakı da sifətdir. Həyatı doya-doya yaşamaq lazımdır. Nəyi doya-doya yaşamaq lazımdır? Bu artıq həm isimdir, həm də təsirli haldadır. Deməli, doğru cavab Y bəndi olacaq. Hansı ismin halını dəqiq təyin etmək olur? Deməli, biz burada diqqət eləməliyik sözlərə ki, bunların tərkibindəki şəkilçilər nə ola bilər? Fikir sözünə baxdığımız zaman, buradakı i şəkilçisi həm mənsubiyyət şəkilçisi, həm də təsirli hal ola bilər. Mənsubiyyət şəkilçisi olduğu zaman adlıq, təsirli hal zaten onsuz da təsirli. Deməli, bunun halını dəqiq müəyyən eləmək mümkün deyil. Cisim sözü də yenə eyni şəkildə, yəni həm hal, həm mənsubiyyətdə ikinci saiti düşən sözlərdəndir. Cisim sözündəki i düşür. Bu da ya mənsubiyyət olduğu zaman adlıq və yaxud da ki, yəlik hal şəkilçisi kimi düşünülə bilər. Ağıl sözü o sözlərdəndir ki, buna mənsubiyyət şəkilçisi artırdığımız zaman kökündəki ı düşür. Əgər təsirli halda olsaydı, ağılı olardı. Ona görə burada ı var, deməli mənsubiyyət şəkilçisi artırılıb və bu zaman bu adlıq halda hesab olunur. Deməli, bunun halını dəqiq müəyyən etmək, deməli, ağlı sözünün halını dəqiq müəyyən etmək mümkündür. Sinfi sözü də yenə fikri və cisim sözləri kimi həm mənsubiyyətdə, həm də hal şəkilçisi artıranda düşür. Deməli, halını müəyyən etmək mümkün deyil. Ətrin sözü də yenə həmçinin, bunun da halını müəyyən etmək mümkün deyil. Düzgün cavab C bəndi olacaq. Hansı cümlədə azaltma dərəcəsində olan sifət var? Ağappaq simasında heç bir həyat əlaməti görünmürdü. Ağappaq çoxaltma dərəcəsindədir. Onun oğlu sarışın uşağı idi. Sarışın azaltma dərəcəsindədir. Zeynal mənim ən yaxın dostumdur. Ən yaxın yenə çoxaltma dərəcəsidir. Gözəl günlərimiz hələ qarşıdadır. Gözəl adi dərəcədədir. Laləli dağlar uzaqdan gözəl görünürdü. Burada laləli sözü yenə adi dərəcədədir. Burada laləli sözü yenə adi dərəcədədir. Deməli, doğru cavab B bəndi olacaq. Cümlələrdən birində zərf təyin vəzifəsindədir. Ümumiyyətlə, bunu yadda saxlamaq lazımdır ki, təyin vəzifəsində olan zərf əsasən yer zərfləri olur. Yəni, yer zərfləri bütün cümlə üzvləri vəzifəsində işlənə bilər. Yəni, başqa təyin ola bilən zərf yoxdur. Mavi gözləri bizə dənizi xatırladırdı, yer zərfi görmürük. Evin aşağı mərtəbəsindən qərbə səs gəlirdi. Burada diqqət edəcəyimiz bir məqam var ki, evin mərtəbəsi, yəni burada söz birləşməsinin arasında olduğu üçün müstəqil cümlə üzvü kimi təhlil oluna bilmir. Yəqin ki, içəridə bizi gözləyən var. İçəridə burada zərflik vəzifəsindədir. Biz yuxarı məhəllədə yaşayırıq. Hansı məhəllədə? Yuxarı, burada artıq təyin vəzifəsindədir. Bu kənddəki ən dərin quyu bizim həyətdədir. Burada da yenə zərf yoxdur. Düzgün cavab D bəndi olacaq. Biri yanlışdır. Adlıq al, mübtəda, yəni adlıq halda olan söz mübtəda ola bilər, doğrudur. Yəli halda olan söz xəbər ola bilər, doğrudur. Təsirli halda olan söz xəbər yox, yalnız tamamlıq olur. Deməli, bu yanlışdır. Yerli halda olan söz zərflik ola bilər, doğrudur. Yönlük halda olan söz tamamlıq ola bilər, bu da doğrudur. Yanlış olan C bəndi olacaq. Düzəltmə say hansıdır? 13-cü sözünə baxsaq, 10, bir də 3-cü, 2 söz var, mürəkkəbdir. Xeyli, bu sadədir. Bir az, yenə 2 söz var, mürəkkəbdir. Azacıq,
Burada acıq şəkilçisi düzəltmədir. Yəni azdan azacıq yaranıb. 80 sözü sadədir. Deməli, düzgün cavab D bəndi olur. Hansı sözün yazılışı ilə tələffüzü fərqlənir? Deməli, rəssam sözündə hər hansı bir fərqlilik yoxdur. Ehtiyac sözündə C, Ç kimi tələffüz olunur. İdrak fərqlilik yoxdur. Sənətkar fərqlilik yoxdur. Təbəssüm fərqlilik yoxdur. Deməli, düzgün cavab B bəndi olacaq. Hansı cümlədə altına xətt çəkilən söz zərfdir? Yaxşı insanlar həmişə var olmalıdırlar. Burada yaxşı sözü sifətdir. Bir az da danışsan, burada heç kim qalmayacaq. Burada biraz zərfdir, miqdar zərfi. Mən özüm üçün maraqlı kitab almışdım. Necə kitab? Burada sifətdir. Biz çox dedik, o az eşitdi. Burada dedik sözü feildir. Qabaq sırada heç kim oturmamışdı. Hansı sırada? Burada da sifət vəzifəsindədir. Deməli, doğru cavab B bəndi olacaq. Hansı cümlədə saydan sonra gələn ismin yazılışında səhvə yol verilib? Bir insanın sözü ilə bir çox insanı qurban vermək olmaz. Burada bir çox sözündən sonra gələn isim cəmdə olmalıdır. Yəni, insanlar olmalıdır. Deməli, burada səhvə yol verilib. Min sözdənsə bir görmək yaxşıdır. Min sözdən. Yəni, hər hansı bir problem yoxdur. Nəşriyyatımızda hər il yüzlərlə kitab çap olunur. Yüzlərlə kitab da ola bilər, kitablar da ola bilər. Ona görə səhvlik sayılmır. Biri sənin haqqında çox yanlış fikirdədir. Burada say yoxdur. Xeyli vaxt idi ki, ondan xəbər almırdıq. Burada da xeylidən sonra vaxtın formada işləməsində bir problem yoxdur. Yəni, düzgün cavab A bəndi olacaq. Mübtədası feili birləşmə ilə ifadə olunan cümləni seçin. Qışın ən sərt vaxtları artıq geridə qalmışdı. Nə? Qışın ən sərt vaxtları bu ismi birləşmədir. Günəşin şəfəqləri balaca qızın gözlərini qamaşdırırdı. Nə? Günəşin şəfəqləri ismi birləşmədir. Tədbirə dərsini yaxşı oxuyanları çağırın. Kimi? Dərsini yaxşı oxuyanları. Burada tamamlıqdır və cümlədə mübtəda iştirak etməyibdir. Həyatı sevərək yaşayanlar həmişə bir addım öndədirlər. Kim? Həyatı sevərək yaşayanlar. Burada mübtədadır və feili birləşmədir. Mənim tanrım gözəllikdir, sevgidir. Mənim tanrım, bu da ismi birləşmədir. Ona görə düzgün cavab D bəndi olacaq. Hansı fikri mətnə aid etmək olmaz? Kamil baba sualı özünə məxsus yolla cavablandırır. Doğrudur. Çünki yəni, birbaşa cavab vermir. Yəni, bir situasiya yaradır. Ona görə bu doğrudur. Birinci gələn qonaqlar ac qalırlar. Bəli, çünki onlar o qaşıqla yeməyi yeyə bilmirlər və o formada da çıxıb gedirlər. Doğrudur. Kamil baba şorbanı yemək üçün qəribə qaşıqlar verir. Doğrudur. Uzun qaşıqlar vermişdi. Kamil babanın məqsədi qonaqların hamısını ac saxlamaq idi. Xeyr. Onun məqsədi o suala cavab vermək idi. Ona görə bu yanlışdır. Sualın cavabı bir gün sonra verilir. Bəli, çünki növbəti gün qonaqlar çağırır. Ona görə düzgün cavab D bəndi olacaq. Baş namərd əlindədir. Nə kəsir, nə bağışlayır. Xeyr, bu doğru deyil. Özünü deyil, başqasını düşünən insanlar daha xoşbəxt və faydalıdırlar. Burada o gələn qonaqların, xüsusilə də ikinci heyətdə biz onu görürük ki, onlar özü yeməyi o qaşıqla yeyə bilməsələr də, həmin qaşıqdan istifadə edib digərlərini yedirirlər. Digərləri də eyni üsulla bu birisləri yedirir və nəticə etibarında onlar başqalarını düşünürlər və başqaları da onları düşünmüş olurlar. Nəticədə xoşbəxt olurlar və bu da cəmiyyət üçün əsas faydalı məqamdır. Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir. Bu mövzuya toxunulmur. Meyvəsini yedin, bağbanına rəhmət oxu. Bu məzmunda, bu mənada, mətndə istifadə olunmur, işlənmir. Deməli, düzgün cavab C bəndi olacaq.
Hansı bənddə uyğunluq pozulub? Müdrik qoca, bəli, bu mətnin giriş hissəsində qeyd olunur. Qonaqların müşahidə üçün dəvət olunması əsas hissədədir. Bəli, sualın cavabının verilməsi üçün belə bir addım atılır. Mərhəmətli insanların fərqləndirilməsi nəticədə qeyd olunub, doğrudur. İkinci qrupun bir-birini doyurması əsas hissədədir. Bu da doğrudur. Birinci qrupun məclisi ac tərk etməsi bu nəticədə yox, əsas hissədə olacaq idi. Ona görə yanlışdır. Y bəndi cavabımız olacaq. Altından xətt çəkilən sözlərdən birinin mənası deyil. Deməli, burada müdrik sözü var. Deməli, müdrik sözü ağıllı, təcrübəli, hikmət sahibi insan. Yəni, onun mənası var. Müşküllər çətin həll edilə bilən bir işdir. Çətin həll edilə bilən deməkdir, müşkül iş. Bu da doğrudur. Sonra digər sözə baxaq. Mərhəmət. Mərhəmət başqasına şəfqət və qayğı göstərmə hissi. Bu da var. Digər sözə baxaq, altına xətt çəkilən. Qonaq sözü evə dəvət edilən, yaxşı münasibət göstərilən şəxs deməkdir. Bu da doğrudur. Və baxırıq ki, burada D bəndinə aid hər hansı bir söz yoxdur. Bir məsələ haqqında danışmaq üçün düzəldilən yığıncaq. Yəni, bu sözün mənası, daha doğrusu altına xətt çəkilən söz deyil. Yəni, süfrə sözü var ki, süfrə də bu deyil. Ona görə düzgün cavab D bəndi olacaq. Mətnə əsasən hansı sualı cavablandırmaq olmur? Uzun saplı qaşıqlar qonaqlara hansı məqsədlə verilmişdir? Yəni, o sualı araşdırmaq üçün idi. İkinci qrup insanlar yeməyi necə yeyə bildilər? Onlar qaşıqları bir-birinə uzadaraq, yəni qarşıdakı adamı yedirərək. Deməli, bunun da cavabı var. Kamil baba niyə müşahidəni iki qrup üzərində qurmuşdu? Çünki onlarla müqayisə eləmək lazım idi. Ona görə bunun da cavabı var. Birinci qrup insanlar necə xarakterizə olunur? Yəni, onlar ancaq özünü düşünənlər idi. Ona görə bunun da cavabını tapmaq olar. Adam sualın cavabı üçün daha kimlərə müraciət etdi? Bu barədə məlumat yoxdur. Sonradan başqa suala, başqa insana yanaşımı, yanaşmamı bu barədə məlumat yoxdur. Ona görə düzgün cavab Y bəndi olur. Mətnə əsasən səhv cavabı tapın. Səbəb və nəticə. Adam Kamil babaya sual verir. Kamil baba uzatmadan cavab verir. Xeyr, Kamil baba gözlədir. Çünki o dəqiqə şifahi şəkildə cavabını vermir, müəyyən bir situasiya yaradır. Birinci gələn qonaqlar qaşıqla yeməyə çalışırlar, nəticədə ac qalırlar. Bəli. Kamil baba qonaqlara qəribə qaşıqlar verir. Nəticədə qonaqlar çaşbaş halda bir-birlərinə baxırlar. Bu da doğrudur. İkinci qonaqlar qaşıqları qarşısındakılara uzatdılar. Həm özləri, həm də digərləri doydular. Bu da doğrudur. Adamı bir sual maraqlandırır. Kamil babaya müraciət edir. Bu da doğrudur. Deməli, yanlış olan A bəndi olacaq. Nömrələnmiş hansı abzasda mətnin ümumi məzmununa uymayan cümlə var? Deməli, biz mətnə baxdığımız zaman görürük ki, üçüncü abzasa bir dənə diqqət yetirək. Kamil baba evdə oturanların hər birinə bir kasa şorba verdi. Şorba isə el arasında yaxşı bəslənmə deməyidir. Yəni, bu cümlənin mətnə heç aidiyyatı yoxdur. Sonra onlara həmin şorbaları yemək üçün parlayan uzun saplı qaşıqları göstərib dedi. Bu qaşıqlarla şorba yeyəcəksiniz, amma bunun üçün sapın ancaq ucundan tuta bilərsiniz, deyə qeyd edilir. Yəni, orada şorba isə el arasında yaxşı bəslənmə deməyidir. Cümləsinin mətnlə heç bir əlaqəsi yoxdur. Ona görə düzgün cavab elə C bəndi olacaq. Mətnə aid doğru plan bəndlərini müəyyən edin. Kamil babanın qəribə şərti, bəli, var idi, o qonaqlara şərti var idi. Kamil babanın qonaqları, bu da var. Cavabsız qalan sual, burada onu deyəmirik, çünki sualın cavabı verilir. Mərhəmətsiz qonaqların aqibəti, yəni orada birinci qrupdakıları deyə bilərik. Dadsız
çorba, dadsız şorba. Burada artıq yəni şorbanın dadı ilə bağlı bir məqama toxunulmur. Ona görə bunun da əlaqəsi yoxdur. 1, 2 və 4 olacaq cavab C bənd. Mətnə əsasən klasteri tamamlaya bilən fikirlər müəyyən edin. Deməli, burada Kamil baba haqqında müdrik yazılıb. Deməli, xarakterik cəhət yazacağıq. Bura biz nə yaza bilərik? Xeyirxah deyə bilərik. Sonra dünya görmüş deyə bilərik. Sonra gülərüz deyə bilərik. Qonaqpərvər deyə bilərik. Məsələn, yəni ikisi yazılsa kifayət edir. Mətnin sonunda nöqtələrin yerinə məzmuna uyğun olaraq hansı fikir yazıla bilər? Deməli, burada mətnin son hissəsinə nəzər yetirək, qeyd olunur. Amma ikinci gələnlər isə başqalarını düşünən, bir-birlərinə qarşı mərhəmətli olan insanlar idi. Ona görə də burada bir-birini düşünən məsələsi var. Bir də onların tox getmə məsələsi var. Ona görə də həm özləri doydular, həm də qarşısındakıları doyurdular. Yəni, bu formada qeyd edə bilərik. Və yaxud da ki, ona görə də hamısı bir nəfər kimi doydu. Bu formada əsas məsələ odur ki, hər iki tərəf qarşılıqlı şəkildə bir-birinə yardım edərək, yardımlaşaraq bir-birini doyururlar. Bu məsələ vurğulanmalıdır. Mətndə çərçivə daxilində nömrələnmiş cümlələrin düzgün ardıcıllığını müəyyən edin deyilir. Burada biz həmin hissəyə baxsaq, hərçənd dəvə quşu uça bilməsə də olduqca sürətli qaçır və bu xüsusiyyət ona yırtıcılardan qaçmaqda üstünlük verir. Məsələn, hazırda yaşayan quşlar arasında ən iri ölçülü olan dəvə quşu 2,5 metrə qədər çata bilir. Dəvə quşunun boyu 2,5 metrə qədər çata bilir. Məsələn, hazırda yaşayan quşlar arasında ən iri ölçülü olan dəvə quşunun hündürlüyü 2,5 metrə qədər çata bilir. Quşların dünyasında ölçü baxımından böyük fərqlər var. Başı bananın ölçüsünə bənzədilir. Özü də yetişkin poni qədər ağırdır. Başı bananın formasına bənzədilir. Özü isə yetişkin poni qədər ağırdır. İndi bu cümlələrə diqqət eləsək, görərik ki, cümlələr onsuz da səliqəsiz və qarışıq formada düzülür. Və əvvəlki mətndən, daha doğrusu abzasdan sonra burada cümlələrin ardıcıllığı bərpa olunmalıdır. Deməli, əvvəlki abzasda qeyd olunur ki, həmçinin lələk quşların uçmasına da şərait yaradır. Burada diqqət eləsək, ilk olaraq üçüncü cümləyə quşların dünyasında ölçü baxımından böyük fərqlər var. Bu cümlə gəlir, yəni 3-ü qeyd edirik. Ondan sonra məsələn, yəni nümunə verəcək. Məsələn, hazırda yaşayan quşlar arasında ən iri ölçülü olan dəvə quşunun hündürlüyü 2,5 metrə qədər çata bilir. Yəni 2-ni qeyd edirik. Daha sonra başı bananın formasına bənzədilir, özü isə yetişkin poni qədər ağırdır. Yenə onun haqqında qeyd olunur. Hərçənd dəvə quşu uça bilməsə də olduqca sürətli qaçır və bu xüsusiyyət ona yırtıcılardan qaçmaqda üstünlük verir. Yəni, bununla da artıq həmin abzasdakı səliqə bərpa olunur. Düzgün ardıcıllıq deməli D bəndi olacaq. Mətndə hansı suallara cavab yoxdur? Quşlar hansı yolla çoxalır? Burada qeyd edilir ki, yumurta qoyaraq çoxalmalarıdır. Deməli, birinci sualın cavabı var. Quşlarda lələklərin nə kimi əhəmiyyəti var? Orada qeyd olunur ki, lələk quşların uçmasına da şərait yaradır. Eyni zamanda istidən qorunmasına, soyuqdan qorunmasına kömək edir. Deməli, bunun da cavabı var.
Pərdəli ayağa malik quşlar ən çox hansı qitələrdə yaşayır? Və bu barədə məlumat qeyd olunmayıbdır. Deməli, onun cavabı yoxdur. Daha sonra hansı quşlar köçəri həyat yaşayır? Biz burada köçəri həyat yaşayan quşların hansı olduğunu tam dəqiqliklə bilə bilmirik. Yəni, nümunə olaraq bir ikisinin adı çəkilə bilər, amma konkret hansı quşların köçəri həyat yaşadığını bilə bilmirik. Dünyanın ən böyük quşu hansıdır? Burada da ən böyük quş elə mətndə də qeyd olunmuşdur, dəvə quşudur. Bunun da cavabı var. Deməli, düzgün cavab C bəndi olacaq. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Deməli, doğrudur, müsbət qoyaq, yanlışdır, mənfi qoyaq. İndi fikirlərə baxaq. Bütün quşlarda ayaq barmaqlarının sayı eynidir. Yəni, bunu demək mümkün deyil. Çünki mətndə belə bir fikir səsləndirilmiş, hamısında eynidir. Dəvə quşu sürətli qaçışı ilə özünü yırtıcılardan qoruya bilir. Bəli, doğrudur. Ən sürətli ovçu quşlar qırğılardır. Bəli, orada qeyd olunur ki, hətta 200 kilometrə qədər də gedə bilər sürətini artıraraq. Deməli, bu doğrudur. Balaların qidalanması və qorunmasına erkək quşlar nəzarət edir. Xeyr, bu yanlış fikirdir. Dişi quşlar idi. Deməli, nəyə baxacağıq? Doğrunun içərisində doğrunu, yanlışın içərisində də yanlışı götürəcəyik. Bu da 2, 4, yəni cavab B olacaq. Mətndə üzərində rəqəm yazılmış hansı ifadələr məcazi mənadadır? Deməli, sözlərə bir-bir baxaq, fərqləndirir. Bu xüsusiyyət onları digər heyvanlardan fərqləndirir. Yəni, 1, 2, 3, 4, 5. Birinci söz həqiqi mənadadır. Bizdən məcazini istəyir. İkinci sözə nəzər yetirək. Bu xüsusiyyət ona yırtıcılardan qaçmaqda üstünlük verir. Buradakı üstünlük verir sözü məcazi mənadadır. Üçüncü sözə baxırıq. Hətta bəziləri insan barmağının ucuna qonacaq qədər yüngüldür. Yəni, ağırlığının az olmasına söhbət gedir. Yəni, həqiqi mənadadır. Dördüncü sözdə qeyd olunur ki, ana quşlar balalarına qayğı göstərir. Burada qayğı göstərmək sözü məcazi mənadadır. Və nəhayət, 5-ci sözə baxsaq, onların ölçüsü, sürəti və yaşayış tərzi təbiətdə nə qədər zənginlik olduğunu bir daha sübut edir. Ölçü, həqiqi mənadakı ölçüdən söhbət gedir. Bizdən də məcazini istədiyinə görə düzgün cavab Y bəndi olacaq. Kontekstə əsasən, mətndə altına xətt çəkilən sözü əvəz etmək olar. Deməli, mətndə həmin cümləyə baxsaq, görərik ki, qeyd olunub. Həmçinin lələk quşların uçmasına da şərait yaradır. Burada şərait sözünün altına xətt çəkilib. Həmçinin lələk quşların uçmasına da imkan yaradır deyə bilirik. Ona görə də elə düzgün cavab A bəndi olacaq. Mətndə tünd qara hərflərlə verilmiş söz ilə bağlı doğru fikirləri müəyyən edin. Deməli, tünd qara hərflə verilən söz ağırdır sözüdür. Başı bananın formasına bənzədilir, özü isə yetişkin poni qədər ağırdır. Yəni, bu söz baxırıq şərtdə sözün həqiqi və yaxud da ki, məcaz mənada olması, bir də mətndəki mənasında işlədilmədiyi cümlə, yəni mətndəkindən fərqli mənada. Deməli, bu söz birincinin yerinə yazılacaq, həqiqidir, çünki mətndə həqiqi mənada işlənir. Deməli, həqiqi olmayanları çıxırıq, məcazi yazılanları çıxdıq. Və ikinci hissədə məcazi mənada işlənməlidir.
B bəndinə baxırıq. Hikmət ağır çantaları bir evə daşıdı. Burada həqiqi mənadadır. Deməli, bu da şərtə uyğun olmayacaq. O həyatının ən ağır günlərini bu köhnə daxmada yaşamışdı. Buradakı ağır məcazi mənadadır. Deməli, şərtimizə uyğundur. Cavab Y bəndi olacaq. Mətnə əsasən demək olmaz. Deməli, kalibri lazım gəldikdə öz sürətini 2 dəfə artıra bilir. Bu kalibri yox, qırğı haqqında deyilmişdi. Ona görə A bəndi yanlışdır. Quşların həyat tərzləri ilə ayaqları arasında müəyyən uyğunluqlar var. Bəli, doğrudur. Mətndə də bu qeyd olunmuşdu. Quşlarda çoxalma eyni şəkildə olur. Hamısı yumurta qoyma əsasındadır. Quşlar müxtəlif şəraitlərdə yaşaya bilirlər. Bəli, onların hərəsi ayrı-ayrı iqlimdə, ayrı-ayrı şəraitdə yaşayırlar. Bəzi quşlar suda rahatlıqla üzə bilirlər. Bəzi quşlar suda rahatlıqla üzə bilirlər. Bu da fikir olaraq doğru fikirdir. Deməli, yanlış cavab A bəndi olacaq. Mətnə əsasən cədvələ fikirlər yazın. Deməli, mətnə əsasən quşlar haqqında cədvələ fikirlər yazın. Deməli, oxşar cəhətlər soruşulur birinci hissədə, ikinci hissədə isə fərqli cəhətlər. Quşların hamısında deməli lələkləri olur və yaxud da ki, lələklərinin olması. Sonra yumurta qoyaraq çoxalmaları, yumurta qoyaraq çoxalmaları. Bunu qeyd edə bilərik. Fərqli cəhətlərinə nə deyə bilərik? Ölçüləri fərqli ola bilir. Məsələn, biri xırdadır, biri ən böyüdür. Sonra həyat tərzləri fərqlidir. Nə bilim, ayaqlarında fərqlər var idi. Mətnə əsasən cədvəli tamamlayın. Quşlar müxtəlif ölçülərdə olurlar. Fakt. Mən orada bir cümlə var idi, qeyd olunur ki, hazırda yaşayan quşlar arasında ən iri ölçülü olan dəvə quşu 2,5 metrə qədər çata bilir. Hündürlüyü bilir. Bunu deyə bilərik. Digərində də qeyd olunur ki, quş növləri arasında ölçü baxımından ən kiçik olan isə kalibri quşudur. Adlanan tropik quşdur. Yəni bu cümləni qeyd etmək mümkündür.